Salam uşaqlar, bugün yeni nəşr olmuş 6-cı sinif riyaziyyat dərslik səhifə 104 izah edəcəm. İlk öncə burada bizim düzbucaqlı koordinat sistemindən söhbət gedir və ilkin yoxlama, yəni sizdə ilk öncə tapşırıqlarla siz düzbucaqlı koordinat sistemi ilə tanış olacaqsınız. Gəlin baxaq. Elə başlayıram birinci tapşırıqdan. Fiqurların güzgü əksi olduğunu, yaxud yeni dəyişdiyini müəyyən edin. Fiqurların birindən digərinə necə alındığını izah edin deyir bizə. Gəlin baxaq. Baxın uşaqlar, burada mən bir dənə belə çəkirəm də, xətt çəkirəm belə. Görürsünüz özünüzdə. Simmetrik bir xətt çəkirəm. Bunlar bir-birinin güzgü əksidir. Yəni bunlar bir-birinə simmetrikdir. Ona görə bunlar düzgün verilibdir. B variantı isə bunların sadəcə yerləri dəyişdirilibdir. Bunların güzgü əksi olmağından ötəri, bu isə tərsinə dönməli idi. C variantında yenə fiqurlar yerlərini dəyişdiribdir, güzgü əksi deyil. D variantında da həmçinin olduğu kimi qalıbdır. Amma Y variantında iş dəyişir. Bunlar bir-birinin nə idi? Güzgü əksidir, bir-birinə simmetrikdir. Burada da yenə gördüyünüz kimi dəyişibdir yerlərini, güzgü əksi deyil. Sonra 2-də ABCD düzbucaqlısının şərtlərə uyğun yerini dəyişməklə onu dəftərinizdə çəkin. Alınan düzbucaqlının təpə nöqtələrinin koordinatlarını yazın deyir. Alınıbdır burada belə bir düzbucaqlı. Belə bir düzbucaqlı almışıq. Alınıbdır yəni daha doğrusu. A'nın koordinatlarını yazaq. A nədir? 1, 1. B nədir? 1, 3. C isə 4, 4'dür bir dəqiqə. 4, 3. D isə 4, 1. Bunları necə aldım? Bəlkə bilməyiniz var. İzah edim. Baxın uşaqlar. A'nı görürəm də. Burada mənim A var. A hara gedir? A gəlir düz. A gəlir düz hara? Bu hissəyə düşür və bu hissəni əhatə edir, elə deyilmi? Və burası X oxudur, burası Y oxu olduğu üçün A hansı qiymət alır burada? Bir qiymət alır. Deməli, birinci gəlir koordinatda. Əgər yazmaq istəyirsinizsə, birinci X, Y gəlir. İlk öncə birinci X hərfi gəlir. Yəni, A'nın mən koordinatını yazmaq istəsəm, birinci X olur. X də nədir? 1'dir burada. Y də nədir? Burada 1'dir. Belə tapılır. Başa düşdünüzmü? Ümidvaram ki, izah edə bilmişəmdir. İndi gəlin, keçək. D'də 4, 1'dir, elə deyilmi? İndi məndən nə istəyir? 2 vahid yuxarı deyir. 2 vahid yuxarı. Olduğu nöqtədən 2 vahid yuxarı. Bax 1, 2. Bura gəlib düşəcək. Bura bir dənə başqa fərqli bir hərf yazıram. Bura olsun Y. Sonra bir vahid sola deyirsə, bir vahid sola hardasa gəlib onda bura düşəcək. Bu hissəyə düşəcək bu. Koordinat müstəvisi çəkməliyəm. Çəkməsəm mən bunu deyə bilmərəm. Koordinat müstəvisini çəkməsək heç vaxt bunu tapa bilmərik. Bu belə bir koordinat müstəvisini çəkirəm. X, Y. 2 vahid yuxarı. 1, 2. Gəlir bura. Bir vahid sola. Mənfi 1 düşəcək. 3 vahid sağa. 1, 2, 3 vahid sağa. 1 vahid aşağı. Bura mənfi 1. Bunları birləşdirsək alacaq belə bir düzbucaqlı üçbucaq. A, B, C də yenə adlandırdım. Gördünüzmü? Bütün variantları qeyd elədim. İndi gəlin bunların koordinatlarını yazaq. A'nın koordinatları nədir? 1, mənfi 1. B'nin nədir? 3, 1. C'nin isə fikir ver. C'nin mənfi 1 nə? Yox, mənfi 1 nə? Mənfi 1'dir. D'nin isə burada. D burada alınıbdır mənfi 1, yuxarıda 3. 3 mənfi 1. Belə. Deməli, bu da həll olundu. Üçüncüsündə deyir ki, fiqur və verilmiş xəttə nəzərən ona simmetrik olan fiqur dəftərinizdə çəkin. Mən burada sizə izah eləmədən əvvəl çəkmək istədim. Baxın, uşaqlar, simmetrik olaraq burada belə alınacaq. Burada isə belə gələcək. Yəni, bunlar bir-birindən eyni istiqamətdə yerləşməlidir. Burada isə gələcək, burada belə alınacaq. Burada da belə olacaq.
Ədədin mütləq qiymətindən istifadə etməklə qeyd olunan parçaların uzunluğunu tapın. Yəni modulundan söhbət gedir burada. Gəlin biz bunu həll edək. İlk öncə AB-ni soruşur. Elə yazmalıyam ki, sığışdıram. AB-ni məndən soruşursa, AB bərabərdir. A -4, B -2. -4 plus -2 alacaqsan nə? -6. Modulda -6-dan nə çıxır? 6. AB 6. AD isə A'mız -4, D 6. -4 plus 6. Alacağım nə? 2. Modulda 2-dən də nə çıxır? Müsbət 2. Deməli bunu tapdım. B variantında AO A -5'dir, O 0'dır. Mən -5 ilə 0'ı toplasam alacağım yenə -5'dən. Modulda -5 isə 5'ə bərabərdir. BO'nu soruşur. BO, B -2, 0, 2. Yəni yenə -2 plus 0 olacaq. Yenə -2 olacaq. Modulda -2'dən də 2 çıxacaq. Bu BO'dur, bu isə AO'dur. Burada isə məndən nəyi soruşur? MN -6 plus -3 olacaq burada. MN'i qeyd edirəm. -6 plus -3 olacaqsan toplamda -9. -9'dan da modulda çıxacaq nə? 9. FP'ni buradan qeyd edək. F'miz -1'dir, P 2'dir. -1 plus 2 olacaqsan 2'dən də 1 çıxacaqsan, alacaqsan 1. Modulda 1 ilə 1'ə bərabərdir. F isə M'imiz -6, F -1, -6 üstə gəlirsə -1 alacaqsan -7. -7'dən də modulda çıxacaq müsbət 7. Bu sizə aydın oldusa, bu hissəni silirəm. Keçirik 5'ə. Verilmiş təpə nöqtələrinə görə çox bucaqlının digər təpə nöqtələrini tapın və koordinatlarını yazın. Uyğun bucaqlar dəftərinizdə çəkin və sahələri vahid kvadratlarla tapın. Sahələrini deyir vahid kvadratlarla. Bu düz bucaqlıdır, adından da bəlli olduğu kimi. Çəkdim. Hələ ki bunu çəkirəm. Bu kvadratdır. Düz bucaqlı 3 bucaq. Deməli, koordinatları bir-bir yazım. Rəngi dəyişim. A, B, C, D olsun. F, Y, K, L olsun. M, L, N olsun. Bu da başqa hərf tapmadım. A'nın koordinatları 1, 4. B'nin koordinatları 6, 4. C'nin koordinatları 1, 1. D'nin koordinatları 6, 1. Bu A variantına aid idi. İndi B variantına qayıdıram. F'in koordinatları olacaq nə? 2, 4. Y'nin koordinatları isə 5, 4 olur. K'nın koordinatları 2, 1'dir. L'in də koordinatları 5, 1'dir. Bu B variantıydı. Bu isə C variantımızdır. M'in koordinatı olacaq 6, 5. L'in koordinatı olacaq... Bu L, M, N, R değil mi? Nəsə. L'in koordinatı 6, 1. N'in isə 9, 1. Budur. Bu da C variantının idi. Sonra burada mənə deyir ki, koordinat şəbəkəsində dayanacaqdan 4 vahid sağda, 1 vahid yuxarıda nöqtədə market. Marketdən 4 vahid aşağıdakı nöqtədə isə muzey yerləşir. Market və muzey yerləşdiyi nöqtələrin koordinatları cəmi neçədir deyir. Koordinat şəbəkəsində bir vahid 200 metrə bərabər olarsa, yalnız şaquli və üfüqi xəttlər üzərində hərəkət etməklə muzeydən dayanacağa qədər yolun uzunluğu ən azı neçə metr olar? Aha, yaxşı. Gəlin elə buna baxaq. Maraqlı bir sualdır. Və fikir ver, uşaqlar, fikir verin. Rəngi dəyişim. Koordinat şəbəkəsi dayanacaqdan 4 vahid sağda deyirsə, 1, 2, 3, 4 bu isə
Bir vahid yuxarıda. Bir vahid bu hissə. Market. Burası marketdir. Bax, iz eləyirəm. Elə eləyəcəm ki, siz bunu su için biləcəksiniz. Yaxşımı? İz eləyirəm. Bax, fikir ver. Bura nədir? Bura marketdir. Fikriniz başqa yerdə olmasın, xahiş edirəm. Marketdən 4 vahid aşağıdakı nöqtədə isə muzey yerləşir. 1, 2, 3, 4. Bu hissə nəzərdə tutulur burada. Burada isə hara nəzərdə tutulur? Bu hissə, bura nədir? Muzeydir də. Bura muzeydir. Muzey. İri oldu biraz. Market. Yaxşı. Aha. İndi məndən deyib, bunların koordinatlarını tapdım. Hə, indi deyir ki, bunların koordinatlarını tap. Market bir A hərfi ilə işarələsəm, muzeyi də B hərfi ilə işarə edirəm. A, yəni market 5, 4. 5, 4, hə. B, yəni muzey 5, 0. Dayanacağı da S ilə işarə eləsəm, S olacaq nə? 1, 3. Və məndən deyir ki, market və muzeyin yerləşdiyi nöqtələrin koordinatları neçədir? Marketin tapdım, muzeyin tapdım. Koordinat şəbəkəsində bir vahid 200 metrə bərabər olarsa, yalnız şaqil və üfüqi xətlər üzərində hərəkət etməklə muzeydən dayanacağa qədər yolun uzunluğu ən azı neçə metr olar? Baxın uşaqlar, bir vahid 200 metrə bərabərdirsə, burada mən birinci 4 vahid aldım. Deməli, buradan bura kimi nə qədərdir? 800-dür, elə deyilmi? Buradan bura qədər elə 200-ün özüdür. Buradan 4 vahid aşağı yenə bu hissə nədir? Burada 800-dür. Aha, mən bunu bildim. Məndən istəyir ki, muzeydən dayanacağa qədər. Muzey buradır, dayanacaq da buradır. Bax, burada alırsan artıq nə? Bir dənə düz bucaqlı, üç bucaq kimi bir şey alacaqsan. Baxın, görüm, alınır belə bir şey. Bax, bura olacaq nə? Bura 800 dedik. Əslində, biraz anormal gedəcək. Belə gəlir. Burada belə olacaq və səndən marketdən, muzeydən dayanacağa qədər olan məsafə. Muzeydən dayanacağa qədər olan məsafəni tapmaq istəyirsənsə, burada qarma-qarışıqlıq yaranır. Bura qədər çəkib, buradan bura kimi endirsəm, əgər bura 800 alınıbsa, burada 800 alınıbdır da, burada nə olacaq? 800 olacaq, burada nə olacaq? 800 olacaq, elə deyilmi? Və burada aldım nə? Düz bucaqlı, üç bucaq. Düz bucaqlı, üç bucağın perimetri nəyə bərabərdir? 4 aya bərabər deyilmi? 4 vurulsun 800, alacaqsan nə? 2400. Deməli, buradan bura qədər olacaq 2400. 2400 də metr olacaq, metrlə də əvəz eləmək lazımdır.